Həkim, telefonla tualetdə oturmağın uroloji olaraq nə cür ziyanları var? Hardan tapırsınız bu sualları? Özüm çox oxuyuram. Birinci bunu deyim, tuvaletə telefonla girmək uroloji bir xəstəlik yaratmır. Allah'ın sevgili kuluymuşsun lan Abdi. İlk əvvəl gigiyenik olaraq telefonla tualetə girilməz. Çünki sən tualetdən çıxırsan, əllərini yuyursan, sonra təkrar telefona toxunursan, telefonu ki yumursan. Amma o telefon bayaq sənlə bərabər tualetdə idi. Nə oldu? Təkrar əllərin kirləndi. Yəni əllərin təmizdir, amma telefonun isə keçmişdə yaşayır. Ən əsası isə tualet kreslo deyil, uzun-uzun orada oturasan. Telefonla uzun müddət tualetdə oturduqda çanaq əzələlərinə və anus ətrafı damarlara yüksək dərəcədə təzyiq düşür. Nəticədə babasil riski artır, anal çat əmələ gəlir və ya anal çat varsa bu daha da dərinləşir və ya babasilin varsa daha da artır. Tualet sosial media üçün deyil, fiziolojik ehtiyat üçündür. İşini bitirmisən, qalx get də.